105 yaşlı Bakı Dövlət Universiteti maraqlı layihələrlə sevindirməkdə davam edir. Təhsilimizin, elmimizin flaqmanı kimi çıxış edən ali təhsil ocağında ənənəvi hal alan xüsusi auditoriyaların təşkili layihəsi çərçivəsində bu dəfə Bakı Dövlət Universitetinin İnformasiya və Sənət Menecmenti Fakültəsində Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyası açılıb. Kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Ulu öndər Heydər Əliyevin məhz bu sözlərini prioritet tutaraq, eyni zamanda Prezident İlham Əliyevin Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırmasından irəli gələrək iki təhsil və elm ocaqları qarşılıqlı əməkdaşlığa başlayıb. Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Mədəniyyət Naziri Adil Kərimli, Nazir Müavini Fərid Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tayirov və digər rəsmi qonaqlar iştirak ediblər. Mədəniyyət Naziri Adil Kərimli Bakı Dövlət Universitetində Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılmasını elm, təhsil, mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu bildirib. Bu layihə çərçivəsində istəyir Bakı Dövlət Universitetinin professor, müəllim heyəti, tələbələri, magistrları, elmi tədqiqat işini aparan ayrı-ayrı bizim alimlərimiz faydalanacaq və eyni zamanda da bu auditoriya rəmzi məna daşısa da Milli Kitabxananın bu sahəyə elmi, təhsilə verdiyi töhfə daimi olaraq öz inkişaf istiqamətini götürəcəkdir. Təbii ki, Mədəniyyət Nazirliyi olaraq elmin, təhsilin inkişafı istiqaməti bizim prioritet sahələrimizdən biridir. Adil Kərimli onu da vurğulayıb ki, Mədəniyyət Nazirliyi Bakı Dövlət Universitetində yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırdır. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı bizim əsas prioritetlərdən biridir. Bu auditoriyadan Bakı Dövlət Universitetinin professor müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq. Burada bizim tələbələrimiz əvvəlcədəndən təcrübədə olan işləri burada görəcəklər, onlarla tanış olacaqlar və onlar gələcəkdə bizim mütəxəssislər kimi müəssisəyə gələndə artıq hazır mütəxəssis kimi gələcəklər. Bakı Dövlət Universiteti ilə memorandumda imzaladıq və inanıram ki, gələcəkdə həmin memorandumla mümkün olaraq Bakı Dövlət Universitetinin kafedralarının Milli Kitabxanada filialları yaradacaqdır, orada nəzərdə tutulubdur və təcrübi dərsləri tələbələr, tədris alanlar təcrübi dərslərini Milli Kitabxanada keçəcəklər. Bizim fakültədə, İnformasiya və Sənət Menecmenti Fakültəsində xüsusi auditoriyanın açılışı hesab edirəm ki, həm universitetimizin, həm fakültəmizin həyatı üçün çox əlamətdar bir hadisədir. Bizim həmin memoranduma görə Milli Kitabxana ilə əməkdaşlığımız müxtəlif formatlarda, müxtəlif platformalarda davam edəcək. Milli Kitabxananın Bakı Dövlət Universitetində auditoriya açması o deməkdir ki, Kitabxana və universitet həmişə bir yerdə olurlar və bugün də əyani olaraq burada auditoriyanın açılması gələcəkdə bu iki müəssisə arasında münasibətlərin daha da inkişafını, eyni zamanda tələbələrin Axundov adına kitabxanaya axın üçün şərait yaradacaqdır. Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışından sonra tədbir iştirakçıları Bakı Dövlət Universitetinin 2 saylı korpusun foyesində Vətən Müharibəsi şəhidi Atam Əli Musaoğlunun xatirəsinə həsr olunan sərginin açılışında iştirak ediblər. Oğlum Vətən Müharibəsi şəhidi Atam Əli Musaoğludur. Bakı Dövlət Universitetini bitirib, Xəzər Universiteti Kliniki Psixologiya, İngilis dilində dövlət sifarişi ilə təhsil alıb, 1-ci kursu bitirib, 2-ci kursda könüllü olaraq cəbhəyə yollanıb. Suqovuşan uğrunda 530-cu yüksəkliyin alınması uğrunda 16 oktyabr 2020-ci ildə şəhid olub. Sərgidə 25 əl işimdən istifadə olunub, onların içində mənim üçün əvəzsiz, dəyərsiz olan bu qayıqdır. Mən bu qayığın taxtasını, parçasını dəniz kənarından götürmüşəm. Lakin onun yelkəni mənim oğlumun bağda geyindiyi köhnə şalvarının bir parçasıdır. Və ona görə də bu əl işi, bu qayıq mənim üçün dünyanın ən dəyərli əşyasıdır. Orada səs yazısıdır. Çoxları elə başa düşür ki, o ürək döyüntüsüdür. Xeyr, o Atam Əlinin səs yazısıdır. Orada 2 dəfə mama çağırıb və mən onu səs yazısını elə kətana köçürmüşəm.
Qeyd edək ki, şəhid anası Leyla Musayevanın nadir incəsənət növü olan Driftwood janrında əl işlərindən ibarət sərgi Ataməli Musaoğlunun anım günü münasibəti ilə onun məzunu olduğu Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya Fakültəsinin Psixologiya kafedrasının təşəbbüsü ilə təşkil olunub.